şirket mədəniyyəti var olduğunu deyən və yaxud olan bir şirkətdə olmaması gereken nöqsanlardan biri. Xüsusən Azərbaycanda belə bir adı qoyulmamış mənim təyin etdiyim belə bir yanaşma var. Hər kəs elə bir yanğından mal qaçırdır. Zəng mərkəzinə zəng edirsən və öz müştəri olaraq probleminlə bağlı bəzi şeyləri dilə gətirmədən öncə özünü təqdim edirsən. Məsəl üçün mən edirəm, deyirəm filan kəsdir sizinlə danışan, mən kiminlə görüşürəm. Çox istisna halların xaricində heç kəs özünü təqdim etmir. Hətta adını belə demək istəməyənlər var. Məsələn, deyir ki, filan kəsdir, adım deyir ki, Nigardır. Deyirəm, bəs soyadınız nədir? Mən bunu öyrənməkdə məqsədim odur ki, mən problemimlə bağlı bir həll tapmayıb, dəstəyi asdıqdan sonra onlardan qaynaqlı. Mən kiməsə zəng edəndə deyim ki, mən dərdimi filan kəsə dedim, onu calayın ki, bu məsələyə. Bəs yenidən 5 dəqiqə, 10 dəqiqə buna sərf etməyin. Buna onu deməyiblər, ya da deyiblər, bu yaratmayıb. Adam başa düşmür ki, mənim buradakı münasibətim zəng mərkəzində oturan adamın şəxsi ilə bağlı deyil. Mən şirkəti siz təmsil edirsiniz deyə dərdimi şirkət adına ünvanlayıram. Sən müştəriyə münasibət göstərməlisən, o rəsmiyyətdən kənara çıxmamalısan. Birincisi fərqində olmalısan ki, bu mənimlə yox, mənə zəng etməyib məndən danışmağa. Bu şirkətə zəng edib və yaxud problemi olan bir quruma zəng edib. Mən də o qurumu təmsil edirəm, onun ünvanladıkları bu quruma aiddir, mənə aid deyil. Bəzən təcrübəsizlikdən dolayı onlar fikirləşir ki, bu sözləri onlara deyirəm. Biraz da problemə həll tapmaq üçün üstlərinə getdikdə, çünki müştəri zəng edir ki, probleminə həll tapılsın. Problemi olan bir adam bunu incə şəkildə dilə gətirə bilməz. Yəni gülə-gülə bunu etməməlidir. Onlar da problemə həll tapa bilmədikdə, bu da daha çox onların bilməməzliyindən qaynaqlanır. Etik qaydalara riayət edin və s. dəstəyi də asmış olurlar. Yəni bu cür yanaşma şirkət mədəniyyəti olan bir qurumda olmaması gereken bir haldır.